Dostlar buyurun. Cem olan yerden sizleri bir daha salamlayıram. Cemi restoranının oteli. Konseyri de çekiyor. Adı o kadar gəliz qoyublar ki Allah şəhidlərimizin ruhlarını şad eləsin. Ama değmezdi yani. En azı buna Ağderədən və yaxud da başka bir ad koysaydılar daha güzel olardı. Reversidi ne demektir doktor? Ya bir mənası var, bəlkə də var bunlar üçün. Bura koyardın Ağderə, bura koyardın başka bir nəsə bir şey. Ama neyse koyublar, yine de biz məcburuq çəkib göstərməyə. Kim istəsə buyuruq bura müraciət edə bilər. Çay Axını oteli. Bəli, bəli, bəli. Çay Axını da göstərirəm dostlar. Buyuruq baxa bilərsiniz. Gözəl bir göl yaradıblar burada. Buyurun siz de baxın. Həqiqətən də gözəldir. Otelin aşağı hissəsində. İndi sizə bu gəmi hissəsində göstərəcəm. Restoran tipli gəmi restorandır. Gəmi restoranı deyək. Onu da göstərəcəm. Buyuruq baxarsınız. Buyurun dostlar. Buradan bir güzel bir panorama ile sizlere gəmi restoranını göstərəcəm. Baxın. Bak. Məşhur bu gəmi restoranı budur. Eldos müəllimində görürsünüz. Buradan pilləkəndən düşmək var ama mənzərəsinə bir daha baxın. Görün nə gözəldir. Ama en maraqlı buranın gəmi restoranı olmasıdır. Görürsünüz də bura necə. Gözəlliyini görürsünüz. Bilmirəm bunu bizimkiler yaradıb yoxsa şərəfsizlər, amma həqiqətən çox gözəldir. Ən əsası odur ki, üstündə bizim Azərbaycan bayrağı dalğalanmış. Bizim şəhidlərimizin şərəfinə, onların ruhunun şərəfinə bu gəmi restoranının həyətində biz gəlib bu gün gəzib dolaşa bilirik. Allah ruhlarını şad eləsin. Allah yerlərini cənnət məkan eləsin. Qazilərimizə can sağlığı arzulayırıq. Dostlar, hər birinizə təşəkkür edirəm. Buyurun, baxdıqsa bu videonu bəyənib paylaşmağı unutmayın. Çəkilişimizdə ola bilər söyləyək olsun. Sayın. Ama